Mən getdim qərbə, İslam gördüm, müsəlman görmədim. Gəldim müsəlman dünyasına, yəni müsəlman ölkələrinə. Müsəlman gördüm, İslam görmədim. Mən keçmişdə də demişəm, bugün də bu söz deyirəm. Kimin deməyindən asılı olmayaraq səhv sözdür bu söz. Sən orada İslam görmədin. Nəyi nəzərdə tutursan? Məsələn, İslamın dediyi nizam, intizam, səliqə, səhman qərbdə var. Yaxşı, axı burada deyanmada səbəb nədir? Həmin o nizam, intizam, səliqə, səhman qərbdə var. Bunun kökü, paradigması da müasir dildə desək nədir? Mənfəətdir. Mənfəət. Din deyir, nizamlı ol. Amma din üçün proses önəmlidir. Nə üçün nizamlı oldun? Qərb gəlib nizamlı olub, amma nə üçünü dindən daban-dabana ziddir.